Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif riyaziyyat test toplusundakı tapşırıqlar sizlərlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 153-dəyik. Bölmənin adı statistika və məlumatların təsviri A variantındakı suallardan başlayırıq. Fiqurlu konki üzrə yarışda hakimlər idmançıya aşağıdakı qiymətləri verdilər. Alınmış sıranın ədədi ortasını tapın. Deməli, ədədi ortalarını tapmaq üçün bunları toplayıb sayına böləcəyik. Ədədləri yazdım, indi toplayaq. Təklikləri toplayırıq. 2 3, 5, üstünə 5, 10, üstünə 4, 14, üstünə 1, 15, 16, 20, 25, 27. 7 yazırıq 2 yadda. Deməli, neçə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə 5, 45, 2 də yadda 47, tam 10-da 7. Və dedik ki, 9 dənədir. Ona görə bunu 9-a bölüb ədədi ortanı tapırıq. 47-nin içində 5 dəfə, 45, 5 tam, çıxırıq 2, 27-ni də böləndə 3 dəfə, 5 tam onda 3, o da A variantındadır. 2-də deyir ki, Ayxan velotrekdə məşq zamanı ilk 2 saat ərzində 12 km sürətlə, növbəti 3 saat ərzində isə 16 km sürətlə hərəkət etdi. Bu müddət ərzində Ayxan velosipedi hansı sürətlə sürmüşdü? Deməli, 2 saat 12-dirsə, 12-ni 2-yə vururuq, 24 km. 3 saatda 16-dırsa, 3-ü də 16-ya vururuq, 48 km hərəkət edib. Bunları toplayırıq, 12-yə 1 yadda, 72 və neçəyə böləcəyik? 5 saata, 2 saat və 3 saat birlikdə 5 saat edir. Ona görə 72 5-ə böləcəyik. 7-nin içində 1 dəfə, 22-nin içində 4 dəfə, 2 qalıq qalacaq, 20-ni də böləcək, yenə 4 dəfə. 14 tam onda 4 D variantı. İlin bütün rübləri üzrə idman zalına verilən topların sayı diaqramda verilmişdi. İdman zalına orta hesabla hər rüb neçə top verilmişdi? Deməli, birinci rüb 40-dır, ikinci rüb 60-dır, üçüncü rüb 20-dir, dördüncü rüb yenə 40-dır. Bunları toplayırıq. 100, 120, 160 və 4 rüb olduğuna görə 4-ə bölüb orta hesabı tapırıq ki, 40-dır. B variantı. Fermerin bağdan yığdığı 600 kiloqram meyvənin faizlə miqdarı verilmişdi. Fermer bağdan neçə kiloqram heyva yığmışdı? Bizə heyva lazımdır. Heyvan faizi verilməyib. Armudla almanın faizini toplayarıq. 100%-dən çıxıb heyvan faizini taparıq. Deməli, 5, 12, 62,5-dir bu ikisi birlikdə. 100-dən çıxırıq 62,5-i heyvanın faizini tapmaq üçün. 5, 9-dan 2, 7, 9-dan 6, 3. 37,5-dir heyva faizi olaraq. Bizdən isə kiloqramla soruşur. İndi ümumi dedik ki, meyvə 600-dür. Ona görə 600-ün 37,5-in 37,5 faizini tapırıq. Vurub 100-ə bölürük. 600 100-ə bölünür 6 dəfə. 6-nı 37,5-ə vururuq. 30, 0 yazmırıq. 3 yadda. 6-nın 7, 42, 3 yadda. 45. 6-nın 3-ə 18, 4-də yadda. 22. Cavab oldu 225. O da E-dədir. İlin ilk 7 ayı ərzində muzeyə gələn turistlərin sayı diaqramda verilmişdir. Fevral və mart ayında muzeyi ziyarət edən turistlər bütün turistlərin neçə faizini təşkil edir? Bütün turistləri tapaq əvvəlcə. Yanvarda 20, fevralda 50, martda 60, apreldə 40, mayda 70, iyunda 30, iyulda 50. Bunları toplayaq əvvəlcə. Deməli, 50-nin üstünə 30, 80, üstünə 70, 150, 170, 220, 280, 320. Bütün idmancılar oldu 320 turistlər daha doğrusu. Bizə indi fevral və mart ayları lazımdır. Fevral 50-dir, mart 60-dır. 50 ilə 60 110-dur. İndi 110 320-nin neçə faizidir? Kəsirlə veribdir. Və biz də kəsirlə yazaq. 320-də 110.
İndi bunu ixtisar aparsaq 10-a bölərik. Bu da eləyər 32-də 11. O da B-dədir. Keçdik 6-cı suala. Mağazada satılan rəng bankalarının sayı diaqramda göstərilmişdir. Bazar günü satılan rəng bankalarının sayı bütün həftə boyunca satılan bankaların neçə faizini təşkil edir? Yenə bütününü tapmalıyıq. Toplayaq hamısını. 30 ilə 40, 70. Üstünə 50, 120, 180, 250, 320, 400. Hamısı 400'dür. İndi bizə lazımdır bazar günü satılan. Bazar günündə satılan 80'dir. 80 400'ün neçə faizidir? 400 100 faizdir. Onu 80 neçə faiz? Belə olanda 80'i 100'ə vurup 400'ə bölürük. 80 burada vurulsun 100 bölünsün 400 400'dən 100 ixtisar gedir 4. 80'də 4'ə böləndə 20 faiz edir cavab. Şəkildə mağazada həftənin hər bir gününə uyğun satılan planşetlərin sayı göstərilmişdir. Alınmış ədədlər sırasının ədədi ortasını tapın. Toplayacağıq və böləcəyik sayına. Deməli 20'dir, bu da 30'dur, oldu 50. Yenə 30, 80, 40, 120, 50 gələndə 170, yenə 50 gələndə 220. Bu isə dəqiq bilinmir. 220 60'a oxşuyur. 220'nin də üstünə 60 gəlsə 280. Və bunlar bölürük 7'yə. Həftədə 7 gün var. Bu deyilir 40. Bu da C-dədir. 9 ədəddən ibarət sıranın ədədi ortası 13'dür. Bu sıradan 13 ədədini silməklə alınan sıranın ədədi ortasını tapın. Əvvəlcə bu 9 ədədin cəmini tapırıq. 9'u 13'ə vururuq. Ədədi orta 13'dürsə, deməli 13'ü 9'a vurub bunların cəmini tapırıq. Bu eləyir 117. Cəmləri 117'dir. Deyir, bu sıradan 13 ədədini silirik. Çıxırıq 13'ü. Qalır cəmləri 104. Və 8 ədəd qalır. Ona görə bunda 8'ə bölüb bunların ədədi ortasını tapırıq. 1, 3. Cavab elədi 13. 9'da deyir ki, ədədlərinin ədədi ortası 50 olarsa, x ilə y-nin cəmini tapın. Əvvəlcə burada verilən ədədləri toplayaq. 20 ilə 40, 60, üstünə 70, 130, üstünə 80, 210. Və burada x ilə y ilə birlikdə 6 ədəddir. Ədədi ortası 50 olduğuna görə 50'ni 6'ya vurub bunların hamısının cəmini tapırıq 300. 300'dən 210'u çıxıb, x ilə y-ni tapırıq. Bu da eləyir 90. Onda deyir ki, ədədlər üçün uyğunluğu müəyyən edin. Bu da o suala oxşuyur. Deməli, burada verilən ədədləri toplayacaq. 5 ilə 7, 12, üstünə 8, 20, üstünə də 20, 40. 40'dırsa, x ilə y da 20'dirsə, ikisi birlikdə. 40'ın üstünə 20 gəlir, 60. Və hamısında ədədlərin sayı olacaq. Deməli 1, 2, 3, 4, 5, 6. 60'ı 6'ya bölüb ədəd ortanı tapırıq 10. 1'ə uyğundur B. İkincidə 40'ın üstünə 44 gələcək. 84, 84'ü 6'ya böləcək 14. Burada uyğundur E. İkincidə 40'ın üstünə 80 gələcək, eləyir 120. 120'ni də 6'ya böləcək 20. Bu da C-dədir. Keçdik B variantına. Sağlamlıq mərkəzində 9 uşağın çəkisi barədə aşağıdakı məlumat verilmişdir. Alınmış sıranın ədədi ortasını tapın. Toplamalıyıq. Birinci onda birləri toplayaq. Onda birdə var 8, 2 oldu 10. Yenə 8, 18. Üstünə 5, 23. Üstünə də 8, 31. 1 yazırıq. 3 yadda. İndi təklikləri toplayaq. 1, 9, 10, 13, 17, 21, burada da 2 var, 23, 3 də yadda, 26, indi 2 yadda. Onluqları toplayırıq. Onluqlarda 2 ilə 1, 3, 6, 8, 10, 12, 14,
16, 18, 2 də yadda 20. 206 tam onda 1 və 9 uşaqda, ona görə 9-a bölüb ədədi ortanı tapacaq. 20-nin içində 2 dəfə 18 çıxırıq. 26-nın içində yenə 2 dəfə 18 çıxırıq. 16-dan 8, 8, 81-in də içində 9 dəfə 22 tam onda 9 A variantı. 2-də deyir ki, Le Mans stadionda məşq zamanı ilk 35 dəqiqə ərzində 120 metr dəqiqə sürətlə, növbəti 15 dəqiqə ərzində 100 metr dəqiqə sürətlə qaçdı. Bu müddət ərzində Le Mans hansı orta sürətlə qaçmışdı? Əvvəlcə ilk 35 dəqiqə 120-dir. Sonra da 100-dür. 120 ilə 35-i vururuq. Nə qədər qaçıb onu tapırıq. Deməli, 11 yadda 600, 0, 6, 3 toplayırıq. 4200 metr qaçıb. Sonra 15-i də 100-ə vuranda 1500 eləyir. Bunları toplasaq 4200 ilə 1500-ü bu eləyir 5700. 5700-ü də nəyə böləcəyik? 35 ilə 15-i toplayırıq. Cəmi neçə dəqiqə qaçıb onu da tapırıq. Bu da eləyir 50. Deməli 5700-ü də bölürük 50-yə. Onu da buradan yazaq. Sıfırları silsək 570-i 5-ə bölürük. 5-incində 1 dəfə, 7-incində 1 dəfə, 20-incində 4 dəfə. 114 metr dəqiqə C variantı. 3-də deyir ki, ağac əkmə kampaniyasında məktəblilər 4 qrupa bölündülər. Bütün qrupların kampaniya zamanı əkdikləri ağacların sayı diaqramda verilmişdi. Hər qrup orta hesabla neçə ağac əkmişdi. Deməli, birinci qrup 40-dır, ikinci qrup 60-dır, üçüncü 80-dir, dördüncü də 40-dır. Bunları toplayanda 220. Orta hesabla deyir, 4 qrup olduğuna görə 220-ni də bölürük 4-ə. Bu da eləyir 55. O da B-dədir. Sonra uşaq evinə alınan ləvazimatların sayı diaqramda faizlə ifadə olunmuşdu. Alınan ləvazimatların sayı 720 olarsa neçə dəftər alınmışdı? Bizdən dəftəri soruşur. Dəftərin faizi verilməyib. Əvvəlcə digərlərinin faizini toplayarıq. 25 ilə 25 50. Üstünə gəlirik. Bu onluq kəsirdən bilirik ki, 2-də 1 onda 5-dir. 33 tam onda 5-i. Bu da edir 83 tam onda 5. İndi 100%-dən çıxırıq 83,5-i. Dəftərin faizini tapmaq üçün. 10-dan 5, 5. 9-dan 3, 6. 9-dan 8, 1. 16,5. İndi 720-nin 16,5 faizini tapacaq. 720 vurulsun 16,5 bölünsün 100. Sıfırları aparsaq 72 ilə 10-u 2-yə bölərik. Bura 5 dəfə, bura 36. 16,5 də 5-ə bölünür. 3 tam onda 3 eləyir. İndi 36-nı da vuraq 3 tam onda 3-ə. 18, 3 yadda, 1 yadda 10. Yenə 108 toplayırıq. 118 tam onda 8. Dəftərin sayı təbii ki, bu ola bilməz. Nəsə haradasa problem var. Biz bunu yuvarlaqlaşdırıb götürəcəyik 120. 5-də deyir, ilin ilk 6 ayı ərzində salonda satılan maşınların sayı diaqramda verilmişdi. Yanvar və fevral ayında salonda satılan maşınların sayı bütün aylarda satılan maşınların neçə faizini təşkil edir? Əvvəlcə hamısını tapaq. Deməli, yanvar 40-dır, fevral 60, oldu 100. Martda 30-dur, 130. Apreldə 70-dir, 200. Mayda yenə 30-dur, 230. İyunda 20-dir, oldu 250. Bütün aylar 250-dir. Bizdən yanvar və fevralı soruşur. Yanvar 40-dır. Fevralda 60-dır, yəni 100. 100, 250 neçə faizidir? Bunu tapmaq üçün 100-ü 100-ə vurub 250-yə bölürük. Sıfırları aparsaq 1000-i 25-ə böləndə 40 eləyir. B variantı.
Altta deyir mağazada satılan renk bankalarının sayı cədvəldə göstərilmişdir. Bazar günü satılan renk bankalarının sayı bütün həftə boyunca satılan bankaların neçə faizini təşkil edir? Bütün həftəni tapaq. 20 ilə 30 50. Üstünə 10 60. Üstünə 60 120. Üstünə 40 160. Üstünə 40 200. Üstünə 50 250. İndi bazar günü deyir. Bazar günü də 50'dir. 50 250 neçə faizdir? Tapmaq üçün 50-ni 100-ə vurub 250-yə bölürük. 250 50'ye bölünür 5 dəfə, 100'ü də 5'ə böləndə 20 dəfə. Bu da edədir. 7-də deyir şəkildə mağazada həftənin hər bir gününə uyğun satılan planşetlərin sayı göstərilmişdir. Bazar günü satılmış planşetlər bazar ertəsi satılan planşetlərin sayından nə qədər çoxdur? Bazar günü 60 satılıb. Bazar ertəsi 20 satılıb. 60'dan 20 çıxırıq sadəcə. Qalır 40. A variantı. 9 ədəddən ibarət sıranın ədəd ortası 16'dır. Bu sıradan 20 ədədini silməklə alınan sıranın ədəd ortasını tapın. Əvvəlcə 9 ədədin cəmini tapmaq üçün 9'u 16'ya vururuq. 54 5 yadda 144. Və buradan 20'ni çıxartsaq cəm olacaq 124 və 8 ədəd qalacaq. Ona görə 124'də 8'ə bölüb cavabı tapırıq. Bu deyilir deməli bir dəfə 44. 5 dəfə 15'dan 10'da 5 olacaq cavab. 9'da deyir ki, ədədlərin ədəd ortası 60 olarsa x-la y-nin cəmini tapın. Əvvəlcə sayaq ədədləri 1, 2, 3, 4, 5, 6, 7. X-la y ilə birlikdə 7 ədəd var. Və ədəd orta 60'dırsa 60'ı 7'yə vurub bunların cəmini tapırıq 420. Verilən ədədləri toplayaq. 35 ilə 55 90. Üstünə 56 ilə də 64'ü toplayanda 120. 120 ilə 90 210. Üstünə də 90 300. 420'dən də 300'ü çıxıb x ilə y-nin cəmini tapırıq ki 120'dir cavab. Onda deyir ki, ədədlər üçün uyğunluğu müəyyən edin. Deməli burada 1, 2, 3, 4, 5, 6, 7 ədəd var. İndi əvvəlcə verilən ədədləri toplayaq. 25 ilə 17 eləyəcək 42. Üstünə 18. 42 üstünə 18. 60. Üstünə 40 100. Üstünə də 30 130. Verilən ədədlərin cəmi 130'dur. X ilə y-nin də cəmi 10'dur. Deməli hamısı birlikdə 140 eləyir. Cəmi 7 ədəd olduğuna görə 140'da 7'yə bölürük 20. Deməli bura uyğundur C. İkincidə 130'un üstünə 52 gəlirik. 182 bölürük 7'yə. 18'in içində 2 dəfə. 42'in içində 6 dəfə. Bura uyğundur A. Üçüncüdə 130'un üstünə 80 gələndə 210. 210 da 7'yə böləndə 30. Burada uyğundur E. Bəli, tapşırıqlarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun. Yeni videolarda görüşərik.